Ludwig van Beethoven mətni. Dahi Alman bəstəkarı Beethoven dünyanın ən böyük bəstəkarlarından biridir. Hələ 1787-ci ildə Beethoven Viyanada olarkən onun improvizasiyasını dinləyən Mozart demişdi: o, bütün dünyanı özü haqqında danışmağı məcbur edəcək. Beethoven öz yaradıcılığında əsasən insanın qəhrəmanlıq, mübarizlik əzmini tərənnüm etmişdi. Hötenin Egmont faciəsinə yazdığı musiqi, Kreisler sonatası, Fidelio operası Beethoven yaradıcılığının qəhrəmanlıq, azadlıq əhval-ruhiyyəsini dinləyicilərə məharətlə çatdırır. Beethovenin sağlamlığı ilə bağlı çətinlikləri onun dünya görüşünə ciddi təsir göstərmişdi. O, 1796-cı ildə ağrı xəstəliyin musiqiçi üçün əsl faciə hesab edilən karlığın ilk əlamətlərini hiss edir. Bu zaman onun cəmi 26 yaşı var idi. Qulaqlarındakı kəskin cingiltili səslər ona musiqi səslərini ayırt etməkdə və insanları anlamaqda maneçilik törətməyə başlayır. Beethoven tədricən insanlarla ünsiyyətdən də yayınmağa başlayır. O, bir müddət yaşadığı Viyana şəhərini tərk edib Heiligenstadt adlı şəhərcikdə yaşayır. Xəstəlik şiddətləndikcə Beethoven pianoda çalmaq, sonra dirijorluq etmək qabiliyyətini də itirir. Ən dəhşətlisi isə bu idi ki, bəstəkar yaratdığı musiqini daha eşitmirdi. Lakin xəstəlik və tənhalıq onun mətin iradəsini qıra bilmir. Bəstəkarın bu dövrdə yazdığı əsərlərdə qorxu və ümidsizlik hisslərinə rast gəlmək mümkün deyil. Onun əsərlərində ruh yüksəkliyi, insanın mübarizəsinin qələbə ilə nəticələnəcəyinə və gələcəyinə duyulur. Beethoven cəmi 9 simfoniya yazmışdı. Bu, Haydn və Mozart irsi ilə müqayisədə çox deyil. Ancaq Beethoven Haydnın müəyyənləşdirdiyi orkestr tərkibinə yeni alətlər daxil etmiş və beləliklə onun daha qüvvətli səslənməsinə nail olmuşdu. Beethovenin ən məşhur əsərlərindən biri olan 3-cü simfoniyanı əvvəlcə Napoleona həsr etməyi nəzərdə tutulmuş. Lakin Napoleonun özünü imperator elan etməsini bəstəkar olduqca mənfi qarşılayır və simfoniyanı qəhrəmanlıq adlandırır. 9-cu simfoniyada isə bəstəkar başqa bir yenilik tətbiq edir. Əsərin sonunda Schiller'in sevincə doğru şeiri əsasında nəhəng xor səhnəsi verir. Bu ölməz musiqi indiyədək xoşbəxtliyə, səadətə, dostluğa, qardaşlığa səsləyən alovlu çağırış olaraq dünya xalqlarının birlik rəmzi kimi qavranılır. Bu, həm də onun həmişə işğallara, müharibələrə nifrət etməsi ilə bağlı idi. Beethovenin əsərlərində incə, lirika, fəlsəfi düşüncələrdə xüsusi yer tutur. Dahi bəstəkarın dəfn mərasiminə 30 mindən artıq insan yığışıbmış. 56 yazı görmüş klassik, dövrün son sərgərdəsini son mənzilə yola salanların içində Franz Schubert də var imiş. Bu, çox simvolik bir hadisə idi. İlk romantik, sonuncu klassiklə vidalaşırdı. Deməli, mən siz üçün mətni oxudum əvvəlcə və hal-hazırda tapşırıqlarına baxaq. Bu 11-lər üçün nəzərdə tutulan bir mətindir, Erəm nəşriyyatındandır. Baxaq suallara. 21-ci sual. Mətnə əsasən hansı qənaətə gəlmək olmaz? Burada cavab C variantı olacaq. Niyə görə? Beethoven Viyanada anadan olmuşdur. Viyana ilə bağlı burada yalnız 2 yerdə çəkilir. Bir burada, bir də bu hissədə qeyd olunur. Birincidə baxaq görək Beethovenin Viyanada yaşaması ilə bağlı birinci cümlədə məlumat varmı? Deyək ki, hələ 1787-ci ildə Beethoven Viyanada olarkən onun improvizasiyasını dinləyən Mozart demişdi. Deməli, 1787-ci ildə Beethoven Viyanada olub və Mozart onun əsərini dinləyib. Burada Beethovenin Viyanada doğulmasına bağlı hər hansı bir məlumat yoxdur. Sadəcə deyir ki, Beethoven 1787-ci ildə Viyanada olub. Digər Viyana ilə bağlı olan cümləyə baxaq. O, bir müddət yaşadığı Viyana şəhərini tərk edib. Deməli, Viyana şəhərini tərk edibsə, bu o demək deyil ki, orada dilə anadan olub. Bəlkə sonradan Viyanada yaşamağa başlayıb. Yəni, mətndə Viyanada anadan olmağı ilə bağlı hər hansı bir məlumat yoxdur deyə C variantı yanlış olur. 22-ci suala baxaq. Mətnə əsasən Beethovenin insanlara aşıladığı keyfiyyətlərdən deyil. Mübarizliyi varmı? Bəli, mübarizliyi var. Çünki
Beethoven özü qulağında qüsur var idi və kar olmasına baxmayaraq yenə də mübarizə aparırdı həyat uğrunda, öz mahnılarını yazırdı, bəstələyirdi və beləliklə də həyatda bir məna sahibi olmağa çalışırdı. Mübarizlik deməli var mətndə və həmçinin mətndə qeyd olunur ki, insanları mübarizliyi də aşılayan əsərlər yazılırdı. B variantı mətinlik. Mətinlik də güclülükdür, davamlılıqdır, dözümlülükdür və bu da həqiqətən də Beethovenin əsərlərinə uyğun olaraq gələ bilər. Həm də özünün xarakterinə də uyğundur. Çünki burada da qeyd eləyir, onun mətin iradəsini qıra bilmir. Deməli, mətin iradəli bir insan təbii ki də mətinliyi göstərən, aşılayan əsərlər yazacaq. B variantı da ona görə Beethovenə uyğun gəlir. Qətiyyətlilik. Qətiyyətlilik də həmçinin mətinliklə oxşar ifadələrdir. Qətiyyətlilikdir, güclülükdür, davamlılıqdır, sınmamaqdır və Beethoven belə bir insan idi. Nikbinlik həqiqətən də burada var mətndə, onun əsərlərində ruh yüksəkliyi var. İnsanın mübarizəsinin qələbə ilə nəticələyəcəyinə və gələcəyə inam. Gələcəyə inam varsa bu nikbinlik deməkdir. Deməli, nikbin gələcək ilə bağlı xoş fikirlər olan adamdır. Ona görə də D variantı uyğundur. Amma qürurluluq mətndə qeyd olunmayıb, aşılanmayıb. Qürurluluq, yəni özünü sındırmamaq, özünü qürurlu aparmaq mənasını verir. Öz şəxsiyyəti yüksəkdən tutmaq mənasını verir. Mətndə amma onunla bağlı bir şey yoxdur. Mətndə sadəcə olaraq deyir ki, həyat uğrunda mübarizə aparmaq lazımdır. 23. Mətnin tərkib hissələri ilə bağlı plan bəndlərinin uyğunluğunu müəyyən edin. Deməli, burada giriş, əsas və nəticə hissə var və biz bunu uyğunlaşdırmalıyıq. Birinci, birə, girişə C aid olacaq dahi bəstəkarın iltifatı. Çünki giriş hissədə, yəni baxın bu hissədə Mozart onunla bağlı xoş sözlər deyir. O bütün dünyanı öz haqqında danışmağa məcbur edəcək. Ona görə birə C aiddir. 2-yə baxaq. Əsas hissədə bura aid olacaq qüsurlu bəstəkar. Çünki əsas hissədə Beethovenin qulağında qüsurun olmasına bağlı məlumat qeyd olunur. Hətta kənardan xışıltılar gəlir və xışıltılar sayəsində nə öz musiqilərini yaxşı dinləyə bilir, nə də insanların səsini, danışığını ayırd eləyə bilir. Ona görə 2-yə A aid olacaq və 3-ə isə nəticə hissədə isə buna isə B aiddir. Klassiklə sonuncu görüş. Çünki sonda, yəni bu hissədə, sonluqda klassiklə görüş var. Hətta onun yasına 30 mindən artıq insan da gəlib. Bununla bağlı da məlumat var. Ona görə nəticə hissə isə B variantını yazacağıq. Və bu da B variantın cavab kimi göstərəcək. 24. Mətnin sonuncu abzasından çıxan fikri müəyyən edin. Sonuncu abzasını yenə oxuyaq. Deyir, Beethovenin əsərlərində incə lirika, fəlsəfi düşüncələrdə xüsusi yer tutur. Dahi bəstəkarın dəfn mərasiminə 30 mindən artıq insan yığışıbmış. 56 yaz görmüş klassik, dövrün son sərkərdəsini son mənzilə yola salanların içində Franz Schubert də var imiş. Bu çox simvolik bir hadisə idi. İlk romantik sonuncu klassiklə vidalaşır. Yəni Beethovenin ölümündən sonra insanlar onu necə təqdir etməsindən bəhs edir və buna da ən uyğun cavab Y variantıdır. Həqiqi sənətkara öləndən sonra da qiymət verilir. Necə ki Beethoven elə elədilər, necə ki Beethoven öləndən sonra belə yenə də insanların xəyalında, insanların duyğularında yaşamağa davam elədi. 25. Cümlələrdən biri ilə mətnin heç bir tərkib hissəsini genişləndirmək olmaz. Burada isə cavab Beethoven vəfat edən qardaşının oğluna qəyyumluq etmək hüququndan məhrum olur. Budur, çünki burada bu mətin Beethovenin yaradıcılığından, Beethovenin öz şəxsi həyatından danışır. Qardaşına qəyyumluq eləməsi, qardaş oğluna qəyyumluq eləməsi bizim mətnimizə uyğun deyil. Bizim mətnin mövzusuna uyğun deyil. Mətn sırf Beethoven özündən, onun problemindən, xəstəliyindən və onun musiqilərindən danışmalıdır. Məsələn, A variantı Beethoven musiqisi ilə bağlıdır və bu mətnə uyğun gəlir. B variantı 1814-cü ildə eşitmə qabiliyyəti tamamilə etdirir. Bu da Beethovenin sırf özü ilə bağlıdır. Bu da mətnini genişləndirə bilər. Bəstəkarın eşitmə qabiliyyəti vaxtaşırı kəskin pisləşir. Həmçinin bu da Beethovenin öz şəxsi səhhəti ilə bağlı olan bir şeydir. Y variantı Beethovenin musiqi istedadı özünü çox erkən yaşlarından göstərməyə başlayır. Bu da doğrudur. Beethoven öz şəxsi həyatından, yaradıcılığından danışır, bu da uyğundur. Amma C variantı, onun artıq qardaşı oğlunu qəyyumluq etməsi, onun artıq digər insanlarla olan münasibətidir və bu mətnimizə uyğun deyil. 26. Artıq açıq suallardayıq.
Səbəb, Beethoven eşitmə qabiliyyətini itirir. Nəticə nə olacaq? O artıq hətta öz yazdığı mahnıları belə, bəstələdiyi musiqiləri belə dinləməkdə çətinlik çəkir. İkinci artıq səbəbi biz özümüz yazmalıyıq. Nəticədə yazıb 3-cü simfoniyasını qəhrəmanlıq adlandırır. Baxaq burada mətndə niyə görə qəhrəmanlıq adlandırır? Deməli deyir, lakin Napoleonun özünü imperator elan etməsini bəstəkar olduqca mənfi qarşılayır və simfoniyanı qəhrəmanlıq adlandırır. Yəni qəhrəmanlıq ona görə adlandırır ki, Napoleon özünü imperator sayır. Bu da Beethovenin xoşuna gəlmir. Yəni Napoleon artıq hakimiyyət düşkünü kimi düşünür. Ona görə əsərin adını dəyişir və qəhrəmanlıq adlandırır. Bu isə yazmalıyıq ki, Napoleon özünü imperator elan edir deyə əsərin adını Beethoven dəyişməli olur. 27. Hökmlərlə bağlı doğru və yaxud da yanlış seçək. Beethoven öz sahəsindəki müəyyən yenilikləri imza atmışdı. Bu doğru fikirdir. Çünki burada da var. Deyir ki, Haydn və Mozart irsi ilə müqayisədə çox deyil. Yəni deyir, Beethoven Haydn və Mozartla müqayisədə çox əsər yazmayıb. Ancaq Beethoven Haydn müəyyənləşdirdiyi orkestr tərkibinə yeni alətlər daxil etmiş və beləliklə onun daha qüvvətli səslənməsinə nail olmuşdu. Yəni ola bilər ki, Beethoven Haydndan az yazsın, amma yenilikçiliyi baxımından Beethoven daha yaxşıdır. Çünki Haydnın musiqisinə yeni bir alətlər əlavə edib, yeni bir formaya salıb və bununla əsər daha da gözəlləşmiş olub. Deməli, bura doğrudur və Haydndan bağlı olan hissən bura yaza bilərik. İkincidə, Beethoven əzmkarlığı və azad düşüncəli olması ilə diqqəti cəlb edir. Bu da həmçinin doğru fikirdir. Çünki Beethoven Napoleonun imperator olmasını qəbul edə bilmir və buna görə də Napoleonun imperator olmasını qəbul etmədiyinə görə bununla mənfi qarşılayır və simfoniyanın hətta adını dəyişir, qəhrəmanlıq adlandırır. Yəni bir imperatora qarşı çıxırsa, bir imperatorun hərəkətini bəyənmirsə, deməli bu insan azad insandır. Bu insan öz fikrini ifadə etməkdə azaddır. Burada həmin o Napoleonla bağlı olan Beethovenin fikirlərini yaza bilərik. Üçüncü, Beethoven bütün xalqların sülh şəraitində yaşamasını istəyir. Bu da həmçinin doğrudur. Çünki deyir ki, bu ölməz musiqi indiyədək xoşbəxtliyə, səadətə, dostluğa, qardaşlığa səsləyən alovlu çağırış olaraq dünya xalqlarının birlik rəmzi kimi qavranılır. Bayaq sadaladığım fikirləri bura yaza bilərik. 28. Mətndə işlənmiş cümlələrdən birinin mətnin məzmunu ilə bağlılığı olsa da, aid olduğu abzasının məzmununa uyğun deyil. Həmin cümləni müəyyən edək. Bu cümlə isə nəticədə Beethovenin əsərlərini incə lirika, fəlsəfi düşüncələr xüsusiyyət tutur. Əslində bu cümlədə elə problem deyil mətndən bağlı. Çünki Beethoven əsərlərindən danışır, əsərləri ilə bağlı xüsusiyyət deyə bilər ki, incə lirika, fəlsəfi düşüncələr mövcuddur əsərlərində. Burası bura qədər belə, düzgündür. Amma bu cümlə nəticədə yazılmalı deyildi. Bu cümlə məsələn əsas hissədə yazıla bilərdi. Beethovenin yaşadığı zamanla bağlı, yaradıcılığı ilə bağlı olan hissədə yaza bilərdi. Beethoveni öldürəndən sonra bu cümlənin nə yeri var burada? Ona görə də nəticə hissə uyğun gəlməyən bu cümlə, amma mətnin özündə özünə bir yer tapa bilər. Məsələn, nəticə hissədə özünə bir yer tapa bilər. Bax, həmin o cümləni buraya yazmalıyıq. 29. Mətndə daşıdığı funksiya baxımından poetik, məcazidir, informativ, həqiqidir, terminoloji isə termindir, elm daxilində istifadə olunan sözlərdir. Əvvəlcə baxaq görək musiqi burada nədir? Musiqi burada məcazidir, yoxsa həqiqi mənadadır? Deməli, ən dəhşətlisi isə bu idi ki, bəstəkar yaratdığı musiqini daha eşitmirdi. Burada musiqi sözü, yaratdığı musiqi həqiqi mənadadır və bunu məcazi mənada necə eşidilə bilərik? Məsələn, deyə bilər ki, onun səsində bir musiqi var idi. Sanki səsində musiqiyə bənzədir məcazi mənada. Onu yaza bilərik. Baxaq faciə sözünə. Faciə sözü isə musiqi üçün əsl faciə hesab edilən. Burada əsl faciə hesab edilən karlıq, burada faciədə bir məcazilik var. Bir sanki emosiya qatmaqda ötürü istifadə olunub. Yəni insanın faciəsi kimi. Amma əgər avtomobil qəzasında bir faciə baş verdi desək, o isə həqiqi mənada olar. Yəni musiqiçi üçün əsl faciə deyəndə bu məcazi mənada olur, amma qəza zamanı faciə baş verdi, real bir faciədirsə, bu isə həqiqi mənada olur. Alovlu sözünü isə və yaxud da faciəni məsələn termin kimi də işlədə bilərik. Faciə, ədəbiyyatda faciə janrı var, onu da o cür qeyd edə bilərik. Alovlu sözü. Mətndə alovlu sözü alovlu çağırış, hər halda bu ən rahatıdır, məcazi mənadadır
və bunu informativ funksiyada belə istifadə edə bilərik ki, meşədə meşə alovlu görünürdü. Bu isə həqiqi mənadadır. 30. Mətndə onun üslubuna aid olmayan cümləni müəyyən edin və həmin cümlədə təzahür edən üslubu xüsusiyyətləri müəyyən edin. Baxın burada, deməli deyir ki, 56 yaz görmüş, klassik dövrün son sərgərdəsini son mənzilə yola salanların içində Franz Schubert-də var imiş. 56 yaz görmüş, məsələn, son mənzilə yola salmaq, bu məcazilik var burada və mətnin üslubuna həqiqətən də uyğun deyil. Çünki mətn publistik üslubdadır. Publistik üslubda sözün informativ mənası olur. Sözdə məcazilik aşağı səviyyədə olur. Yəni məcazilik əsas bədii üslubun xüsusiyyətidir. 56 yaz görmüş və yaxud da son mənzilə yola salan, bunlar bədii üsluba uyğundur. Həmin cümlə bu hissəyə yazılmalıdır. Təzahür edən üslubu xüsusiyyətlərə isə nə yazmaq olar? Deməli, məcazilik yaza bilərik, məcazilik, obrazlıq həmçinin yaza bilərik. Bu qədər. Əgər bu kanalda mətn izahlarını görmək istəyirsinizsə, siz kanala abunə olmalısınız ki, dəstəyinizi göstərəsiniz və mən də ona uyğun olaraq mətn videoları hazırlayım.